gözəl görüntülərdir. Həqiqətən kim fikirləşibsə, afərin. Məktəbli balalarımız sosial şəbəkələrə yox deyirlər. Müəllimə sevgi, təhsilə sevgi, oxumaq lazımdır. Həqiqətən afərin. Keşkə təhsilimizin başında dayananlar da bu uşaqlar qədər bunu anlasaydılar. Təhsil naziri Emin Əmrullayev çox nəcib adamdır. Sayğı duyduğum adamlardan biridir. Amma bu sözlərimdən inciməsin. Məsəl üçün gedib 55-60 yaşlı deputatlarla, ölkənin yarısından çoxunda villaları olan nazirlərlə futbol oynamaqdansa arada bir bu məktəblərə getmək lazımdır. Bu uşaqlarla bu flash-moblarda iştirak etmək lazımdır. Empati qurmaq lazımdır. Həqiqətən buna çox ehtiyacımız var. Sosial şəbəkələrin bu dərəcədə iyrənc bir mühitə çevrildiyi, uşaqlarımız üçün, gələcəyimiz üçün təhlükə yaratdığı bir dönəmdə. Nə deyim? İnşallah gedər. Bəyənin, paylaşın.